Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə FES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə analitik və produktiv təfəkkür haqqında izah verəcəm. Hansı ki, bundan əvvəlki mövzularda praktik abstrakt təfəkkür haqqında danışmışdıq. Bugünkü gün mövzumuz isə analitik produktiv təfəkkür olacaqdır. İzaha keçməmişdən öncə müəllimlər istədim kursumuzun nömrəsini sizlərə xatırlatma edeyim. Dərslər haqqında məlumat almaq istəyirsinizsə 055 527 25 99 nömrəsinə yazıb ətraflı şəkildə məlumat əldə edə bilərsiniz. Eyni zamanda da müəllimlər YouTube kanalına abunə olmağı unutmursunuz. YouTube kanalında hər həftənin 4-cü günü saat 22:00-da sizlərə çərçivə sənədinə əlavə olunan mövzuların izahını verirəm. Əlavə olaraq da mövzuları yekunlaşdırandan sonra sınaqlarda işləyəcəyik, sınaqlarda görəcəksiniz və müəllimlər eyni zamanda Instagram kanalında da videolar paylaşıram, suallar, sınaqlar paylaşıram. Keçid edib oradan da suallara baxa bilərsiniz və təbii ki, kanala abunə olmağı unutmursunuz. Yəni mən sizlərə dəstək oluram, sizlərdən də tək istəyim, tək ricam kanala abunə olmaqdır. Gəlin müəllimlər, bugünkü gün analitik təfəkkürün izahına başlayaq. Analitik təfəkkür nədir müəllimlər? Analitik təfəkkür biz deyəndə nəyi başa düşürük? İlk olaraq müəllimlər, düşünmə formalarını keçən zaman xatırlayırsınızsa, orada analitik təfəkkür, analitik düşünmə haqqında qısaca olaraq hər zaman biz bunu qısa mövzu olaraq izah vermişik, başa salmışıq. Amma bugünkü gün analitik təfəkkürə daha geniş şəkildə çərçivə sənədində yer verildiyindən bu gün daha geniş şəkildə analitik təfəkkürün nə olduğunu öyrənmiş olacağıq. Analitik təfəkkür müəllimlər, belə deyək, problemləri addım-addım, sadə, idarə olunaraq hissələrə bölmək, araşdırmaq, səmərəli həll yollarını tapmaq məqsədi daşıyır. Yəni analitik təfəkkürü belə deyim də müəllimlər, Lori dilində desək, analitik təfəkkürü inkişaf edən şəxs bir məsələni həll edəcəksə, onu xırda-xırda həll etməyə çalışacaq. Yəni birbaşa keçməyəcəyik. Oxuyub keçmirik. Hissə-hissə anlayaraq, başa düşərək problemi həll eləməyə çalışırıq. Analitik təfəkkür məsələlərə müxtəlif perspektivdən baxmağı, sübut gətirməyi, əsaslandırmağı, qərar verməyi tələb eləyir. Və analitik təfəkkürün inkişafı bugünkü gün vacibdir. Çünki insanlara mürəkkəb problemləri məntiqli şəkildə həll etməyi, mövcud faktlara əsaslanan həllər tapmağa imkan verir analitik təfəkkür. Analitik təfəkkür köhnə çətinliklərə yeni baxış gətirir, səmərəliliyi, məhsuldarlığı artırır, idraki dəstəkləyir də bir sözlə və analitik təfəkkürün inkişaf etdirmək vacib olan məsələ, yəni təkcə düz cavab deyil. Şagird bizə bir problemin düz cavabını verdi. Biz bundan kifayətlənmirik. Xeyr, təbii ki, kifayətlənmirik. Analitik təfəkkürdə şagird bizə cavab verirsə, düzgün cavab verirsə, cavaba gələn yolları düşünməyi öyrədir. Və analitik təfəkkürü biz şagirdlərdə inkişaf etdirmək üçün 5 əsas məsələyə diqqət yetirməliyik müəllimlər. Hansıdır bu 5 əsas məsələ? İlk olaraq hissələrə ayırma, müqayisə və qarşılaşdırma, səbəb-nəticə əlaqəsinin qurulması, sübutla düşünmə, daha sonra alternativ izahlardır. Yəni gəlin bunların hər birinin izahını verim sizlərə. Yəni sizlərə də daha aydın olsun ki, nədir bu hissələrə ayırma, müqayisə aparma? Nə deməkdir bunlar analitik təfəkkürdə? Hissələri ayırma dedik. Baxın müəllimlər, adı üstündə də hissələrə ayır. Hansı ki, mən də elə hal-hazırda mətni, mövzunu sizə hissələrə ayıraraq izah verirəm. Yəni analitik təfəkkürdə birinci hissəmiz var, ikinci hissə, üçüncü hissəni. Siz ekranda da bunu rahat şəkildə görürsünüz. Amma biz başa bunu sadəcə adlarını dedik də, sizə qəribə gələ bilər ki, nə deməkdir hissələrə ayırma, müqayisə, qarşıdurma, səbəb, nəticə. Bunların hər birini biz ayrı-ayrılıqda izahlarına baxanda daha yaxşı başa düşmüş oluruq. Yəni analitik təfəkkür də bizə bunu çatdırır ki, ilk olaraq hissələrə ayırmada bir mətni, problemi daha kiçik, mənalandırıla bilən hissələrə bölmək bacarığıdır. Məhz hissələrə bölərək nəyisə anlamağa çalışırıqsa, artıq burada analitik təfəkkür bizdə işə düşməyə başlayır. Analitik təfəkkürdə nəticə qurmaq, müqayisə aparmaq, əsaslandırmaq bəzən çətin ola bilər. Təbii ki, biz bunu hissələrə bölməmişiksə, amma hissələrə bölən zaman
artıq bu bizim üçün daha rahat olacaq da. Məsələn, şagirdə deyirəm ki, mətnin giriş hissəsini, əsas hissəni və sonluğunu müəyyən elə. Məsələn, siz də deyirsiniz, müəllim, bura giriş hissədir, bura əsas hissədir, burada sonluqdur, nəticədir mənim üçün. Şagird bunu hissələrə ayırdı, oxudu, başa düşdü buradan və bu zaman analitik təfəkkür bizdə inkişaf etmiş olur. Amma bir də baxaq, elə sadəcə olaraq mətnin üzərinə baxanda biz bunun harda sonluq, harda əsas hissə olduğunu bilərik. Xeyr, hissələrə ayıraraq oxuduğumuz zaman əsas hissənin, giriş hissənin sonluğunu müəyyən etmiş oluruq. Və verilmiş məsələni həll edə biləcəyin kiçik tapşırıq şəklində şagirdin yazması hissələrə ayırmağa əsaslanır. İkinci mərhələmizə keçək müəllimlər. İkinci mərhələmizdə müqayisə və qarşılaşdırmadır. Müqayisə və qarşılaşdırma nə deməkdir? Adı üstündə də müqayisə aparırıq. Müqayisə və qarşılaşdırmada iki və daha çox obyektin, anlayışın oxşar fərqli cəhətlərini biz araşdırmağa çalışırıq. Yəni analitik düşüncədə biz təkcə fərqi görmək deyil də, fərqin mənasını da başa düşürük. Yəni şagird nəyin fərqli olduğunu bilməlidir. Nəyi dəyişdirdiyini başa düşməlidir. Nəyin vacib olduğunu müəyyənləşdirməlidir. Məsələn, gəlin bir nümunəyə baxaq. Şagird iki obrazı müqayisə edir. Müqayisə etdiyi obrazda oxşar fərqli cəhətləri müəyyənləşdirir və fərqlərin nəticəyə təsirini müəyyənləşdirir. Verilmiş iki regionun iqlim xüsusiyyətlərini, təsərrüfat sahələrini və yaşayış formalarını qarşılaşdır. Məsələn, Lənkəran eyni zamanda da olsun Biləsu var. Bunların iqlim xüsusiyyətlərini, təsərrüfat sahələrini, yaşayış formalarını şagird qarşılaşdırır, oxşar tərəflərini, fərqli tərəflərini müəyyənləşdirir. Yəni bu şagirdlərdə müqayisə və qarşılaşdırma şagirdlərdə analitik təfəkkürün inkişafına təsir edib. Daha sonra üçüncü mərhələmizdə səbəb-nəticə əlaqəsindən danışa bilərik müəllimlər. Yəni nəticəni ardıcıl şəkildə izah etmək bacarığıdır. Yəni bir hadisə niyə baş verib, nə ilə nəticələnib, bunları səbəb-nəticə əlaqəsi ilə ardıcıl şəkildə izah edə bilir. Şagirdlər çox vaxt hadisəni təsvir edirlər, amma izah eləmirlər. Yəni bizə bu səbəb-nəticə əlaqəsindən nə lazımdır? Şagird təsvir elədiyini izah verə bilsin. Məsələn, baş vermiş tarixi hadisənin səbəbini, qısa və yaxud uzun müddətli nəticələrini müəyyənləşdir. Artıq şagird burada izah verməlidir. Nəticəni müəyyənləşdir, izaha keçir. Əsərdə baş obrazın, qərarının, səbəblərini və nəticələrini əlaqələndir. Artıq şagird baş obrazın, qərarının, səbəblərini, nəticələrini əlaqələndirəcəkdir. Yəni bu bizdə üçüncü mərhələni, analitik təfəkkürdə səbəb-nəticə əlaqəsini inkişaf etdirmiş olur. Daha sonra müəllimlər dördüncü mərhələmiz sübutla danışma. Sübutla danışma deyəndə adı üstündə sübut gətirməlidir. Şagird öz fikirlərini əsaslandırmalıdır ki, nəyə görə mən bu qərardayam. Yəni sübutla danışmada hər bir fikrin məlumatı, faktı, nümunəni mətn parçası ilə əsaslandırmalıdır. Analitik düşüncə sadəcə fikir söyləmək deyil, eyni zamanda da bunu əsaslandırmalıdır. Yəni bu strategiya, sübutla düşünmə, analitik təfəkkür şagirdin emosional, təsadüfi fikirlərdən uzaqlaşdırır. Misal üçün, tarixi iddia mənbə ilə sübut etmək üçün sənəd və statistik məlumatlardan necə istifadə edərdin? Şagird burada əsaslandırma gətirəcək. Nəyə görə mən bu məlumatı istifadə edərdim? Burada şagird öz fikrini irəli sürəcəkdir. Öz fikrini irəli sürdüyünə sübutla düşünmə yanaşı qoyur da belə deyək və bu şagirdlərdə analitik təfəkkürün inkişafına yönəlir. Daha sonra alternativ izahlardan danışaq. Alternativ izahlarda baxın əlavə fikir tapmalıdır şagird burada. Eyni hadisəyə, problemə bir deyil, bir neçə mümkün həll yolu ola biləcəyini anlayır və onu araşdırma bacarığıdır. Və analitik təfəkkür şagirdlərdə açıq düşüncə tələb edir. Qapalı təfəkkürdə olan uşaqlar, yəni konkret olaraq hədir, yoxdur, xeyirdir, bəlidir. Bununla zehin o qədər inkişaf eləmir. Yəni biz çalışmalıyıq ki, şagirdləri açıq düşüncədə inkişaf etdirək. Açıq düşüncədə olsunlar. Qapalı düşüncə tərzindən şagird çıxmalıdır. Və alternativ izahlarda şagirdi konkret olaraq fikir verməkdən uzaqlaşdırır, elastik düşüncəni formalaşdırmış olur. Məsələn,
Məsələnin başqa həll yollarını araşdır. Baxın, alternativ axtarmağa çalışır. Başqa həll yolu lazımdır mənə. Başqa həll yolu varsa alternativdir bu. Yaşadığım bölgənin içməli su problemləri ilə amilləri, fərqlərin perspektivlərinə nəzər sal. Yəni artıq baxın, mənim yaşadığım qəsəbədə su probleminə səbəb nədir? Nə səbəbə? Mən bunların fərqli yanaşma ilə nəzər salıram. Bu da alternativ izahları bizdən istəyir. Yəni müəllimlər, izah verdim analitik təfəkkürü. Biz burada hissələrə ayırma, müqayisə qarşılaşdırma, səbəb-nəticə əlaqəsi, sübutla danışma və alternativ izahlardan danışdıq. Və bunların hər biri 5 mərhələnin, 5 addımın hər biri şagirdlərdə analitik təfəkkürü inkişafına yönəlmişdir. Analitik təfəkkürümüz bu qədər. Gəlin indi isə produktiv təfəkkürdən danışaq. Digər PDF-i gətirim ekrana. İndi isə davam edək produktiv təfəkkürlə müəllimlər. Produktiv təfəkkür nə deməkdir? İlk olaraq buradan başlayaq. Və produktiv təfəkkürə keçməmişdən öncə istərdim kanala abunə olmağı. Xatırladım sizlərə, kimlər ki kanala abunə olmayıbdır, kanala abunə olsun. Eyni zamanda da bunu həmkarlarınızla bölüşə bilərsiniz müəllimlər. Ətrafınızda olan müəllimlərdən sertifikasiya, MİQ imtahanına hazırlaşan müəllimlər varsa, imtahanda onlara dəstək məqsədi ilə video ödənişsiz şəkildədir və həmin həmkarlarınızla bölüşə bilərsiniz. Gəlin indi produktiv təfəkkür haqqında danışaq. Produktiv təfəkkür bir problemi, situasiyanı dərin şəkildə şagirdin başa düşməsi və onu yenidən qurması, onu daha effektiv həll yolu tapmasıdır. Produktiv təfəkkürü olan şagird sadəcə qaydanı yadında saxlamır, qaydanı tətbiq etmir. Eyni zamanda da qaydanın strukturunu, qaydanın əsas ikinci dərəcəli elementləri, eyni zamanda da bu elementlər arasında əlaqəni görməyə çalışır. Yəni, produktiv təfəkkür insanın qarşılaşdığı vəziyyəti olduğu kimi qəbul etməyib, onun arxasında məntiqi əlaqəni, ziddiyyəti görməyə çalışmasıdır. Və eyni zamanda da qarşına çıxan problemi daha məqsəd yönlü həll edəcəyi formada düşünməsidir. Və müəllimlər bu zaman şagirdlər, böyüklər problemi adətən necə həll edə bilərlər? Sualından daha çox bu problemin mahiyyəti nədədir? Onu başqa cür necə həll edə bilərəm? Yəni bu sual üzərində düşünmüş olurlar. Praktik düşünmədə mövcud bildikləri sadəcə biz təkrar eləmirik. Eyni zamanda da həmin biliyin daxilində olan kombinasiyaları tapırıq. Vacib olan ikinci dərəcəli amilləri qeyd edə bilirik. Təcrübəni yenidən təşkil etmək bacarığıdır. Demək olar ki, müəllimlər, biz gündəlik həyatımızda da produktiv təfəkkürdən gündəlik həyatda da istifadə edirik və produktiv təfəkkür insanın qarşılaşdığı vəziyyəti olduğu kimi qəbul etməyib, onun arxasında məntiqi əlaqələri, ziddiyyətləri görməyə çalışması və bu anlayışları əsaslanaraq daha məqsəd yönlü həll formasında düşünmə bacarığıdır. Produktiv təfəkkür yeni fikir tapmaq yolu deyil, eyni zamanda da problemi düşünmək, onu yenidən qurmaq, real həll yaratmaq bacarığıdır. Gəlin biz produktiv təfəkkürlə bağlı olan nümunəyə baxaq müəllimlər. Yəni gündəlik həyatımızda da bildirdim ki, produktiv təfəkkürdən biz istifadə edirik. Məsəl üçün Şuşa bankanın qapağını açmağa çalışırıq. Reproduktiv yanaşma nə edəcəkdir? Reproduktiv yanaşma təkrar edərək güc tətbiq edib belə deyim, bankanın qapağını açmağa çalışacaqdır. Amma produktiv təfəkkürü olan insan, məsələn, əlinizin altında bir bıçaq varsa, bıçaqla qapağın kənarına toxunduracaqsınız və onun içərisində olan havanı çıxartmaqla qapağı daha rahat şəkildə aça bilərsiniz. Dərindən anlamaq üçün şagird hər gün səhər dərsə gedir, amma yatıb qalır. Yəni şagird öz-özündən düşünür ki, yəni mənim yatıb qalmamın səbəb nədir? İlk olaraq şagird düşünür ki, əslində mən yatıb qalmıram. Yəni zəhli saat çalır, mən 10 dəqiqə mürgüləyirəmsə yerimin içində, daha sonra 10 dəqiqədən sonra dururam, daha sonra sosial şəbəkədə vaxt itirirəm. Daha sonra isə mənim məsəl üçün işə gedəcəm, məktəbə gedəcəyəmsə,
tələsik olaraq evdən çıxıram. Yəni mən artıq burada səbəbini, məni problem yaradacaq amili müəyyənləşdirirəm ki, mən daha çox telefonla sosial şəbəkədə vaxtı itirdiyimə görə dərsə gecikdim, işə gecikdim. Amma produktiv təfəkkürü olan şagird nə edəcəkdir? Produktiv təfəkkürü olan şagird düşünür ki, mən bu telefonu özümdən bir neçə addım uzaqlıqda qoyum. Zəhli saat çalan zaman, yəni mən yerimin içindən qalxıb gedib o telefonu götürüb söndürəcəyəm. Yəni baxın, telefon gecə yataq otağında yox, dəhlizə qoyur ki, səhər götürmək üçün artıq yataqdan qalxsın. Və şagird belə olan halda yataqdan qalxır, gedir əynini geyinir, səhər çörəyini yer və işə gedir və yaxud dərsə gedir. Yenə də burada müəllimlər produktiv yanaşmanı olan şagird problemi dərindən başa düşür, strukturu dəyişir, tətbiq oluna bilən davamlı həll yolunu tapır. Bir sözlə müəllimlər, produktiv təfəkkür problemin məzmununu, strukturunu dərindən başa düşür və onu belə deyək də yeni baxış əsasına məna kəsb edən real, səmərəli həll yolu ilə formalaşdırır. Bu səbəbdən produktiv təfəkkür təhsildə, gündəlik həyatda da sadəcə bizim qaydanı bilməyimiz deyil, eyni zamanda da yüksək səviyyəli bir bacarıq kimi hesab edilir. İnsan hazır sxemləri təkrar edən icraçıdan problemi anlayan, eyni zamanda onu yenidən qura bilən yaradıcı analitik subyektə çevrilmiş olur produktiv təfəkkür vasitəsilə. Bu da oldu bizim üçün müəllimlər produktiv təfəkkür. Düzdür, keçən dərsimizdə mən analitik, daha doğrusu abstrakt və praktik təfəkkür haqqında izah vermişdim. Bugünkü gün isə analitik və produktiv təfəkkür haqqında izah verdim. Rəy bölməsində fikirlərinizi yazmağı unutmursunuz. Növbəti yeni mövzularda görüşənədək sağ olun, salamat qalın.